Bugün biz göze görünmeyen, lakin hər birimizin həyatında istər-istəməz var olan kiber təhlükədən danışacağıq. İnternet həyatımızı asanlaşdırıb, amma bu internet bəzən bizim şəxsi məlumatlarımızı, parollarımızın ələ keçməsi nəticəsində təhlükəyə çevrilir. Gəlin baxaq görək, bu təhlükələrdən necə qoruna bilərik? Belə xəbərimiz olsun verilişində araşdırmamıza siz də qoşulun. Fırıldaqçılığın kiber fırıldaqçılıq növü yaranıb. Belə ki, artıq insanlar, fırıldaqçılar müxtəlif yollarla insanların məlumatlarını əldə edirlər, bu kart məlumatlarını əldə edirlər və bununla da insanların bank hesablarının pullarını çəkirlər. Kiber təhlükə dedikdə kompüter sistemlərinə, internet şəbəkəsinin məlumat bazasına yönəlmiş hər hansı bir hücum və zərər riski başa düşülür. Bu təhlükələr şəxsi məlumatların oğurlanması, maliyyə fırıldaqçılığı, virus hücumları və sistemlərin sıradan çıxarılması kimi halları özündə büruzə verir. Müasir texnologiyaların inkişafı bu kimi halları günü-gündən artırır və günümüzdə biz müşahidə edirik ki, kiber təhlükələr təkcə fərdlər deyil, həm də şirkətlər və dövlət qurumları da məruz qala bilir. Kiber təhlükəsizlik dedikdə sadəcə texnoloji vasitələrin müdafiə mexanizmi deyil, eləcə də psixoloji müdafiə mexanizmlərini və davamlılığımızı, psixoloji dayanıqlığımızı nəzərə almaq lazımdır. Son zamanlarda insanlar, belə desək, həmin bu sistemin ən zəif halqası hesab olunur. Çünki düşüncələrini, bildiklərini davranışa tətbiq etməkdə çətinlik çəkirlər. Kiber cinayətlərin bir çox növü var ki, biz bura kiber talamaları misal göstərə bilərik. Kiber talamalar da öz növbəsində iki yerə bölünür. Kiber oğurluqlar və kiber dələduzluqlar. Kiber oğurluqlar dedikdə müxtəlif üsullarla vətəndaşların kart məlumatlarının ələ keçirilməsi və oradan vəsaitlərin talanması nəzərdə tutulur. Kiber dələduzluqlar dedikdə isə vətəndaşları aldadaraq, onların etibarından sui-istifadə edərək onların vəsaitlərinin talanması nəzərdə tutulur. Biz vətəndaşlar tərəfindən polis orqanlarına edilən müraciətlərin analitik təhlilini aparan zaman daha çox hansı kiber cinayət növləri var ki, onları mən sizin diqqətinizə çatdırmaq istəyirəm. Bunlardan biri özlü bank əməkdaşı kimi təqdim edərək kart məlumatlarının ələ keçirilməsi, digəri sosial şəbəkələrdə saxta linklər, saxta keçidlər vasitəsilə kart məlumatlarının ələ keçirilməsi, növbəti mobil telefona kiber müdaxilə yolu ilə kart məlumatlarının ələ keçirilməsi, bunlar kiber oğurluqlara daxildir. Kiber dələduzluqlara isə daha çox kirəyə ev vermək adı ilə dələduzluq, işə düzəltmək adı ilə dələduzluq, pensiya, sosial müavinət düzəltmək adı ilə dələduzluq və s. kimi bunları biz misal göstərə bilərik. Bunlardan biri phishingdir. Yəni bu saxta sayt hazırlamaqla, deməli insanlara link göndərilir. Müxtəlif ssenarilərlə deyirlər ki, bu sayta daxil olun. İnsanlar bu sayta daxil olur, orada kart məlumatlarını doldurulmaq üçün yer olur. Bunu doldurub təsdiq edəndən sonra bu kart məlumatları fırıldaqçıların əlinə düşür. Bundan sonra da bunu bir çox fərqli üsullarla edirlər, bir çox fərqli ssenarilər yazaraq edirlər. Məsələn, deyirlər ki, hədiyyə veriləcək. Yəni, Azərbaycanda ən çox bu fırıldaqçılıq ikinci əl satılan mallarda satan şəxslərə tətbiq olunur. İnsanlar nömrələrini alırlar, deyirlər ki, bəs mən bu malı almaq istəyirəm. Sonra da bunlara link atırlar ki, bəs mən saytın bu satış edən saytın öz ödəmə sistemi var, mən bura yükləmişəm, siz də buradan girib kart məlumatları yazıb pul əldə edəsiniz. Və insanlar bilmədən girir və bu məlumatları yazıb doldururlar, bundan sonra da artıq onların vəsaitlərini boşaldırlar fırıldaqçılar. İstifadə etdikləri ikinci yolda virus və zərərli proqram tətbiqlərdir. Deməli, burada da əsasən sosial medialarda reklam qoyurlar. Və insanlar bilərəkdən ya da Instagram olsun, TikTok olsun, bilərəkdən ya da bilməyərəkdən bu reklama vururlar və proqramı yükləyirlər. Bundan sonra proqramda, deməli, proqramı icazə verəndən sonra proqram telefonun datasına çata bilir və buradan telefonda olan bank hesablarının məlumatlarını götürür. Götürəndən sonra telefon kildə salır. Ondan sonra da həmin şəxsin, qurbanın bank hesablarından pullar çəkilir. Üçüncü yolda mən human deception, yəni insan aldatma yolu ilə əldə edirlər. Deməli, bu yolda da insanlara zəng eləyib
bank əməkdaşı olduğunu bildirir və bankının bloklandığını və bank məlumatlarını tələb eləyir və bəzən SMS də tələb eləyirlər və bununla da hesablarından pullar çəkirlər. İnternet azad məkan kimi görünür, amma burada da müəyyən qayda və məsuliyyətlər var. Görəsən insanlarımız bu qayda və məsuliyyətlərdən xəbərdardırlarmı? Kiber təhlükəsizlik günümüzdə daha çox hər şeydə rast gəlinir, amma daha çox kompüterlər üzərində mən görmüşəm. Bəzi təlimlərə qatılmışam və orada kiber təhlükəsizlik haqqında bir neçə təlim olubdur. Orada kompüteri necə qorumaq lazımdır, viruslar haqqında, tək kompüteri deməyim, belə mobil cihazlar haqqında, mobil telefonlar, kompüterlər və digər qurğular ki var, hansı ki onlarda da kiber təhlükəsizlik əsasdır. Çünki günümüzdə daha çox yayılıbdır. Bilirsiniz, kiber cinayətkarlar mövcuddur. Onlara qarşı mübarizə mütləqdir və bunun üçündə yəni mən istəyərdim ki, maarifçi tədbirlər keçirilsin. Bu əvvəl dəfələrlə olub. Məsələn, bu universitet tərəfindən, yəni güya ki, universitet rəhbərliyindən mesaj göndərir ki, uniformaların tətbiqi təzədən başlayır və yaxud bu digər Telegram və WhatsApp sosial şəbəkəsi üzərindən bizi hansısa bir oyun və yaxud iş planı ilə bağlı bizi şövq edirlər ki, qoşulun gündə 100 manat və nə qədər qazana bilərsiniz. Amma ondan sonra dövlət və digər nazirliklər tərəfindən bizə göndərilən mesajlar var ki, məsələn, bu fake profillərdən göndərilən mesajlara inanmayın, süni intellektlərlə göndərilən mesajlara inanmayın. Yəni bunlardan sonra yox, inanmaq yoxdur artıq. Ən sadə addımlar, məsələn, düzgün rəsmi gələn yerlərdən mesajlara inanmaq lazımdır ki, bu həm nömrələrə SMS olaraq göndərilir, Müdafiə Nazirliyi olsun və yaxud digər nazirliklər olsun. Universitet rəhbərliyi özü tədbirlər təşkil edir ki, bəs bu süni intellektlərlə bizim adımızdan mesajlar sizə göndərilir, inanmayın. Bizim göndərdiyimiz mesajlar zaten rəsmi qruplarda, rəsmi şəkildə saytdan göndərilir. Yəni sadəcə yüksək vəzifəlilərin və yaxud yüksək qurumların bizə göndərdiyi mesajlara inansaq, bu bizə kifayətdir məncə. Bundan birkaç gün önce bir fake hesap tarafından başıma geldi. Bence bu fake hesapların daha güvenilir olması için yüz tanımalı doğrulamalar falan gerekmektedir. Yani benzer olmayanların kaldırılması lazım. Instagram profili üstünde story paylaştığım zaman tanımadığım kişileri profilime almam ya da onun gibi korunaklı şeyler yapabilirim. Kimin ne olduğunu bilmeden profilime almadığım sürece hiçbir sıkıntı olmaz. Bundan yaklaşık bir ay önce falan fake hesap üzerinden adımıza ait yalan yanlış haberler yapıyor. İşte bununla bir şey işte kavgan olmuş bilmem ne, bu kadar para vermezsen bunu yayarım tarzında bir şey. Instagram'ın, Facebook'un atıyorum böyle sosyal medyaların bunun için güvenlik alması lazım. Atıyorum profillerini siyah yapan falan var. Beyaz hiçbir şey koymayan falan da var. Yüz doğrulama tarzı şeyler gelirse çok iyi olur yani. Kimin ne olduğunu bilelim yani ona göre. Mənim başıma gəlib, necə gəlib, mənim kart hesabımdan küllü miqdarda pul oğurlanıb. Mən bu haqda da lazımlı qurumlara müraciət etmişəm. Çox sağ olsunlar, köməklik göstəriblər. Necə olmuşdu? Yəni mənə bir fake səhifə ilə, Instagram səhifəsi ilə yazmışlar ki, belə bir iş var, pul təklif eləmişlər. Mən də həmin karta dedikləri pul miqdarını göndərmişdim. Ondan sonra həmin səhifə mənə bloka atmışdı və mən onu lazım olan qurumlara bildirdim. Onlar çox sağ olsunlar, mənə lazımlı köməyi, dəstəyi göstərdilər və bu pulu geri qaytardılar. Həmin o səhifənin yiyəsi tapıldı. Yəni həmin gündən sonra çox razı oldum ki, bu kiber təhlükəsizlik bizim gənclərimiz üçün belə bir təlimləri zadı çalınsa, çox yaxşı olar ki, yəni məsləhətli olar ki, bu gün mənim başıma gəlibsə, digər bir gün başqa birilərinin başına gəlməsin. Bundan qorunmaq üçün hansı addımlar atılmalıdır sizə deyişdə? Yəni iş öncə bunların təlimləri yayılmışdır. Yəni bu təlimlərdə iştirak etmək lazımdır. O təlimlərdə bizə göstərilir, bizə verilir ki, necə özünü qorumaq lazımdır, nə etmək lazımdır. Məsələn, mənim başıma gəlmişdi, mən yəni bilməmişdim ki, mənə belə bir şey təklif ediblər, bilməmişdim fake səhifədir. Məsələn, mən həmin o təlimə getsəydim, mənə xəbərdarlıq edəcəklər ki, sizə bir fake səhifədən yazsalar və yaxud da belə bir səhifədən iş təklifi, pul təklifi edəsələr, razı olmayın. Yəni, buna görə də gənclərimiz daha çox bu peşəyə, bu təhsil yolunu meyilli alsalar yaxşı olar məncə. Kiber təhlükə artıq hər evdə, hər telefonda, hər valideynin gündəmindədir. Elə isə gəlin baxaq görək, hansı risklərlə qarşı-qarşıyayıq. Ehtiyatlı olmaq lazımdır uşaqlara veriləndə. Çünki onlardan pul istəyir, bu da bilir, bilmir, götürür, kart yazır, kod yazır. Bu qanunsuz bir şey deyil. Uşaqların bilmədiyinə görə valideyndən icazə alınır və kodu yerləşdirir və sayt oyun buradan pul çəkir. Və oyunda bunlara müəyyən qədər qızıl ya da pul verir. Bunlara görə uşaqların bilməməzliyindən əmələ gəlir. Çalışaq ki, uşaqları
telefonu daha ehtiyatlı verir və telefonu dediyim kimi kartı blokda saxlayır. Ən çox kiber təhlükənin qurbanı olanlar, yəni cahil insanlar, yəni bu haqqda məlumat olmayan insanlar olur. Yəni buna görə də biz maarifləndirmə işləri aparırıq, tədbirlər keçiririk. Yəni bu haqqda maarifləndirməyə çalışırıq ki, bunlardan necə qorunmaq olar. Yəni bundan qorunmanın əsas yolu da dediyim kimi kart məlumatlarını paylaşmamaq, bilmədiyimiz proqramları endirməmək və kartımızda ikili doğrulama sistemini açmaq və kartı istifadə eləmədiyimiz vaxtlarda blokda saxlamaq bunlardan bizi qoruyacaq, bu cür hücumlardan bizi qoruyacaq. İnternetə qoşulu, telefon, kompüter, mobil şəbəkələr. Hər birimizin evində bunlar var. Texnologiya həyatımızı asanlaşdırır, amma özü ilə bərabər müəyyən risklər və təhlükələr gətirir. Gəlin görək, bu təhlükələr bizim üçün hansı çətinlikləri yaradır? Domeyndən əvvəl istənilən yazını yazmaq olur. Bəzən burada markanın adını tam yazırlar. Və diqqətlə baxılanda görür ki, sonra nöqtə başqa şey, sonra nöqtə başqa şey gedir. Ona görə birinci saytın linkinə tam baxmaq lazımdır. Bəzən də sadəcə adda dəyişiklik edirlər. Amma ki, diqqətlə baxsan, o markanın adı deyil. Və bunu bilməklə yoxsa bilən birindən soruşmaq lazımdır ki, bəs mən belə bir sayt tapmışam, belədir, bu həqiqətən işləyirmi ya deyilmi? Onlayn alış-verişlər zamanında deməli biz əsas burada adblocker istifadə etmək lazımdır. Çünki insanlar endirmə edildiğiniz vaxtı bilmədən reklama vururlar və reklamda bunlar başqa yerə yönləndirir və yenə qarşılarına alış-veriş sitəsi, yenə kart məlumatlarını istəyir, bunlar da bilmirlər. Yenə yazırlar və məlumatları üçüncü şəxslər əldə edir. Buna görə də əsas adblocker istifadə etmək lazımdır və bilən şəxslərdən kömək almaq lazımdır ki, bu onlayn alış-veriş eləyə əvvələ etmiş olsunlar. Vətəndaşlar istər sosial şəbəkələrdəki satış səhifələrindən, istərsə də onlayn satış səhifələrindən, saytlarından alış-veriş edərkən ilkin olaraq həmin saytların və səhifələrin rəsmi mağazalara, rəsmi şirkətlərə aid olub-olmamasını dəqiqləşdirməlidirlər. Yalnız bundan sonra onlar öz şəxsi məlumatlarını və kart məlumatlarını qarşı tərəflə bölüşə bilərlər. Günümüzdə Instagram, Facebook, TikTok kimi sosial şəbəkələrdə biz özümüz rast gəlirik ki, müxtəlif satış səhifələri fəaliyyət göstərir ki, bu satış səhifələrinə hər hansı bir məhsul sifariş edərkən yenə də həmin səhifənin hansısa rəsmi mağazaya məxsus olub-olmamasını dəqiqləşdirmək lazımdır. Əgər həmin səhifə hər hansı bir rəsmi mağazaya məxsus deyilsə, bu zaman biz öz şəxsi məlumatlarımızı, bank kartı məlumatlarımızı qarşı tərəflə bölüşməməliyik. Çünki bu kimi hallar bizim şəxsi məlumatlarımızın oğurlanmasına, eləcə də bank sirri təşkil edən məlumatlarımızın ələ keçirilməsinə, vəsaitlərimizin talanmasına gətirib çıxara bilər. Bu hallarda mütləq qaydada vətəndaşlarımız polis orqanlarına müraciət etməyi tövsiyə edilir. Kiber təhlükənin ən böyük silahı texnologiya deyil, elə insanın özüdür. Bizə gələn hər linkə daxil olduğumuzda elə təhlükənin qapısını biz açmış oluruq. Bəs səbəb nədir? Niyə bu linklərə aldanırıq? İnsan psixologiyası burada hansı rol oynayır? Kiber cinayətkarlıqla bağlı, yəni əsasən ən çox hansı həssas qrupun nümayəndələri əziyyət çəkirlər? Psixoloji problemləri olan, özgüvən əskiliyi olan insanlar və internetdə daha çox fəaliyyət göstərən insanlar, özünə qapanmış insanlar və sosial mühitlə və sosial bacarığı və sosial ətrafından ünsiyyəti olmayan, yəni asosial insanlar bu gün kiber cinayətkarlığın daha çox qurbanlarına çevrilir. Buna səbəb isə ətraf mühitlə və asosial olmaqlarını göstərə bilərik. Bundan da bağlı əlbəttə ki, yenə sosial geniş inkişafın və sosial ətraf mühitin insanların genişlənməsi və bununla bağlı asosiallığı aradan qaldırmaq üçün bəli, xüsusi psixoloji proqramlar var. Ətrafdakı sırf bu sahədə əziyyət çəkən, özünə qapanan, ünsiyyət qurmaqda çətinlik çəkən və ya bacarıq fəaliyyətləri aşağı düşənlərdə psixoloji problemlərin yaranması böyük rol oynayır və böyük ehtimaldır. Bunun üçün də ən çox kiber cinayətkarlıqda
əziyyət çəkənlər əsasən dediyim kimi asosial, özünə qapanıq və öz güvənəzciliyi olan və zamanının bir çoxunu internet üzərində, sosial medialar üzərində fəaliyyət göstərən, aparan, vaxtını orada istifadə edən insanlardır. İnsan beyni hər zaman qərar vermədə rasional davranmaya bilər. Biz bunu əslində psixologiyada optimist illüziya adlandıra bilərik. Aydın məsələdir ki, tərbiyə məhz uşaqlıqdan irəli gələn bir şeydir, uşaqlıq dövrlərindən başlayan bir şeydir. Biz həmin kiber təhlükəsizlik vəziyyətini təmin etməyə çalışırıqsa, məhz uşaqları tərbiyə etməkdən başlamalıyıq. Aydın məsələdir ki, tərbiyə üsullarından ən effektivi də həmin, belə desək, məsələni, həmin tərbiyə edəcəyimiz nüansı uşağa şifahi şəkildə demək deyil də, onu əyani şəkildə göstərmək lazımdır. Yəni, bir uşağa burada təhlükə var, olmaz kimi qadağalar qoymaq yerinə, ona təhlükənin necə, nə cür olduğunu izah eləmək və bu təhlükələrə qarşı mübarizə sistemi yaratmaq lazımdır. Müəyyən müxtəlif oyunlar, proqramlar vardır ki, uşaq psixologiyasına, eləcə də onun şəxsinə müəyyən fəsadlar yaradır, təhlükələr yaradır. Bu nöqtədə valideyn həmin təhlükənin necə baş verəcəyini və nələrə gətirib çıxaracağını göstərərək uşaqlara öyrətməli və tərbiyə etməlidir. Acı da olsa etiraf etməliyik ki, internetsiz bir həyat təsəvvür etmək mümkün deyil. İnternetsiz həyat təsəvvür edə bilmiriksə, demək ki, kiber təhlükə də həyatımızın bir parçasına çevriləcək. Elə isə gəlin görək, kiber təhlükələrdən necə qorunmaq lazımdır? Bir çox insan hər yerə eyni kod yazır. Bu da yəni birini artıq fırıldaqçılar birini əldə eləsələr, yəni bütün kodlarını bilmiş sayılırlar. Ona görə də hər proqramda ayrı kod istifadə etmək lazımdır. Deməli, bankdan ya da üçüncü şəxsdən heç vaxt sizin dediyiniz kimi CVC koddur, kartın son istifadə müddətidir, ay, ildir. Bunlar soruşulmur. Sadəcə 16 rəqəmli kart nömrəni soruşa bilər. Və bunlar soruşulursa, bunlar deməli, fırıldaqçılar tərəfindən soruşulur. Buna görə belə olan hallarda qətiyyən bu məlumatları paylaşmırsınız və zəng gəlibsə, zəngi bağlayıb banka müraciət edə bilərsiniz. Bu cür ki, belə bir şey var, bu doğrudurmu, belədirmi? Onlar sizə məlumat verəcəklər. Hər bir fərd, dövlət qurumu nümayəndəsi və şirkət nümayəndələri internetdə diqqətli olmaları, onlara gələn təkliflərdə mütləq qaydada nəzərdən keçirilməli, həmçinin şübhəli linkləri açmamalı, öz kart və şəxsi məlumatlarını tanımadıkları şəxslərlə bölüşməməlidir. Əlavə olaraq da kiber təhlükələrdən qorunmaq üçün mütləq qaydada yeni parollardan, sistem yeniləmələrindən və təhlükəsiz sistemlərdən istifadə etmək lazımdır. Biz kiber təhlükəsizliyə qısaca bir anlayış versək, kiber təhlükəsizlik rəqəmsal dünyada gizlənən, lakin real həyatda böyük təhlükələrə səbəb olan gizli düşmən kimi xarakterizə edilir. Valideynlər uşaqları kiber təhlükələrdən, kiber cinayətlərdən qorunmaq üçün ilkin olaraq onlarla açıq ünsiyyət yaratmalıdırlar. Onlara internetdə nəyin təhlükəli, nəyin təhlükəli olmadığını, olub-olmamasını izah etməlidirlər. Əlavə olaraq biz valideynlərə tövsiyə edirik ki, uşaqlarının mobil cihazlarında və digər cihazlarında valideyn nəzarəti proqramları və məzmun filtrləri quraşdırılmalıdır. Həmçinin hər bir valideyn öz övladına kiber talamanın fəsadları barədə, saxta profillər barədə, zərərli oyunlar barədə məlumat verməlidir. Həmçinin uşaqlar da bilməlidir ki, sosial şəbəkələrdə tanımadıqları şəxslərlə tanışlıq yaratmasınlar, özlərinə aid şəxsi məlumatları, videoları, fotoları həmin şəxslərlə bölüşməsinlər. Hər bir halda valideynlər bu kimi hallarda uşaqların hansı mənfi nəticələrlə üzləşəcəyini onlara izah etməlidirlər. Qısaca desək, uşaqları qorumağın ən yaxşı yolu onlara düzgün rəqəmsal tərbiyə verməkdən ibarətdir. Unutmayaq, kiber təhlükə görünmür, amma təsiri çox realdır. Heydər Əliyevin bir sözü var. Deyir ki, bir problemin yaranmadan əvvəl, yaranandan sonra onların nəticəsini aradan qaldırmaqdansa, yaranmadan əvvəl buna səbəb olacaq səbəbləri aradan qaldırmaq çox daha rahatdır. Yəni biz qabaqcadan insanları maarifləndirməliyik və maariflənməliyik bu mövzuda ki, biz bu cürlə dələduzluğa başımıza gəlməsin.
Və düz deyirsiniz, artıq baş verəndən sonra həqiqətən də bu prosedurdur, çox uzundur və sancılı prosedurdur. Sonda vətəndaşların diqqətinə çatdırırıq ki, internet informasiya resurslarında diqqətli olsunlar, öz şəxsi məlumatları, bank sirri təşkil edən məlumatlarını tanımadıkları şəxslərlə paylaşmasınlar. Əgər vətəndaşlarımız sosial şəbəkələrdə hər hansı bir hüquqi əməllə rastlaşdıqları təqdirdə mütləq qaydada polis orqanlarına, 102 zəng mərkəzinə və Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesablarına məlumat versinlər. Məsuliyyət və kiber təhlükədən qorunma ağıllı insanların seçimidir. Biz elə xəbəriniz olsun verilişini burada yekunlaşdırırıq. Gələn görüşlərə dək təhlükəsiz qalın.